Nərmin elə danışdı, belə danışdı. Elə və belə sözləri hansı nitq hissəsidir? Əvəzlik. Zərf ola bilməz. Xeyr, sadəcə zərfi əvəzidir. Əvəzlidir. Hərəkət zərfi deyil. Babay, 50 dəfə demişəm. Yaxşı, nə tamam. Mən bunu 50, bu da 51. Deyirəm ki, elə və belə sözləri heç vaxt zərf ola bilməz. Əsas nitq hissəsi kimi əvəzlidir, köməkçi kimi ədatdır. Zərfli ola bilər cümlə özü kimi, amma nitq hissəsi kimi biz ona zərf deməyəcəyik. Əvəzlidir, zərf əvəz edir. Əvəzliklər bütün əsas nitq hissələrini əvəz edir. 52-ci dəfə sən deyəcəksən bunu mənə. Yaxşı, elə insan hansı nitq hissəsidir burada elə babay? Əvəzlik. Əvəzlikdir. Niyə sifət olmadı? Deməliyiz, mənim əvəzlik şey olun, başqa nitq hissəsi olun. Əvəz edibdir. Sadəcə elə belə nə sifəti var, nə zərfi var. Əsas nitq hissəsi kimi əvəzlidir, köməkçi kimi ədatdır. İndi elə beləni mənə köməkçi kimi işlət. Köməkçi kimi, Ədat kimi. elə o zaman, məsəl üçün. Düz yoldaşlar. Deyir,